Mərhəmətli və rəhimli Allahın adı ilə de, sizə əməlləri baxımından ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi? O kəslər ki, onların dünya həyatındakı səyləri boşa çıxmışdır. Halbuki onlar özlüyündə yaxşı işlər gördükləri gümanında idilər. Onlar Rəbbinin ayələrini və onunla qarşılaşacaqlarını inkar edən, buna görə də bütün əməlləri boşa çıxan kimsələrdir. Odur ki, qiyamət günü biz onlara əhəmiyyət verməyəcəyik. Kafir olduqlarına, ayələrimi və elçilərimi lağa qoyduqlarına görə onların cəzası cəhənnəmdir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm demişdir. Qiyamət günü yekəpər, şişman bir adam gələcək. Lakin Allahın huzurunda həmin adamın heç ağcaqanadın qanadı qədər ağırlığı olmayacaq. İstəsəniz bunu təsdiqləyən bu ayəni oxuyun. Odur ki, biz qiyamət günü onlara əhəmiyyət verməyəcəyik.